bil ki, yaradılmışdan əvvəl ancaq Ali özü ilə hər şeyi dolduran nur var idi. Bu sətirlər yeni bəşəriyyətin başlanğıcı deməkdir. Bu sözlərlə Ari öz əsas kitabını açır. Hardakı həyat ağacı, orada bütün Ali nurun yayımını izah eləyir, ali qüvvənin. Ona görə ki, biz ən aşağı nöqtədən aşağıdan yuxarıya qalxmağa başlayaq. O yerə ki, oradan bütün reallıq çıxış eləyir. Ari bizə bəşəriyyətin islahının simvolizəsidir. O, Kabala elminin təməlini quranlardan biridir. Hər dəfə biz onun əlyazmalarını açanda, biz həmçinin bununla bərabər onun ruhunun yüksəlişini hərəkətə keçiririk. Ari bunu mələkdən deyirlər, alıb, hansı ki ona gecə gəlib və bütün bu şeyləri ona gecə öyrədib, Angel qüvvə adlanır və təbii ki, hər birimizə öz mələyimiz təsir eləyir. Yaradan bizə, hər birimizə belə bir mələk qismət eləsin. Amma hər halda Yaradana təşəkkür eləyirik ki, bizim üçün belə bir elçisi var. Çox böyük bir şərəfimiz və qürurumuz var ki, Arinin dedikləri ilə məşğul ola bilirik.